Prezident Donald Trampın çərşənbə axşamı etdiyi çıxışı, onun 20 yanvar tarixində ikinci vəzifə müddətinə başlamasından bəri Konqresin birgə sessiya qarşısındakı ilk məruzəsidir. Amerikanın tempi qayıdıb, bizim ruhumuz qayıdıb, bizim qürurumuz qayıdıb, bizim özünə inamımız qayıdıb və Amerika arzusu qayıdıb əvvəlkindən daha böyük və daha yaxşı. Ancaq Tramp çıxışına başlayandan sonra heç 5 dəqiqə keçmədən Texasdan demokrat nümayəndə Al Green qışqıraraq deyib ki, Trampın aşağı gəlirli insanlar üçün dövlət tərəfindən maliyyələşdirilən sağlamlıq sığortası olan stat Medicaid-i kəsməyə mandatı yoxdur. Statın sonu. Green zaldan çıxarılıb. Tramp çərşənbə axşamı Çin və ABŞ-ın qonşuları Meksika və Kanadaya yüksək tariflər tətbiq etdiyini vurğulayıb. ABŞ-ın 3 ən böyük ticarət tərəfdaşı cavab verməklə hədələyib ki, bu da maliyyə bazarlarında çaxnaşmaya səbəb olub. Bəzi narahatlıqlar olacaq, amma bu bizi narahat eləmir. Çox olmayacaq. Ötən həftə Oval Ofisdə Prezident Vladimir Zelenski ilə ABŞ-a Ukraynanın nadir torpaq minerallarına çıxış verəcək razılıqla bağlı keçirilən gərgin görüşdən sonra Tramp bu həftənin əvvəlində Ukraynaya hərbi yardımı dayandırıb. Bu, onun Kiyevə Rusiyanın ölkəyə hərbi müdaxiləsinə qarşı mübarizəsinə son qoymaq üçün razılığa gəlməyə təzyiq göstərmək səylərinin bir hissəsidir. Eyni zamanda biz Rusiya ilə ciddi müzakirələr aparmışıq və onların sülhə hazır olduğuna dair güclü siqnallar almışıq. Demokratların cavabını təqdim edən Michiganın senatoru Elissa Slotkin, Trampın Zelenski ilə gərgin söz mübadiləsini vurğulayıb. Oval ofisdəki mənzərə sadəcə olaraq bir reality show epizodu deyildi. Trampın dünyaya bütöv yanaşmasını əks etdirirdi. O, Vladimir Putin kimi diktatorlara yanaşmağa və Kanadalılar kimi dostlarımıza zərbə vurmağa inanır. O, Amerika rəhbərliyini sadəcə olaraq bir sıra daşınmaz əmlak tranzaksiyalar kimi görür. Başqa demokratlar da Tramp çıxış edərkən öz etirazlarını nümayiş etdiriblər. Onlar Trampın qadın və ailələrə mənfi təsir göstərdiyi dedikləri siyasətlərinə diqqət çəkmək üçün çəhrayı rəngdə geyiniblər. Onlar həmçinin əllərində üzərində Mask oğurları sözləri yazan plakatlar tutublar ki, bununla da onlar texnologiya milyarderi Elon Musk'ın hökumət müqavilələrini ləğv etmək və ya on minlərlə federal işçini qovmaqla federal bürokratiyanı azaltmaq səylərini işarə ediblər. Bu dəyişikliyə müqavimət göstərən hər hansı federal bürokrat dərhal vəzifəsindən çıxarılacaq. Çünki biz bataqlığı quruduruq. Slotkinin təqdimatında demokratların cavabı. İsrafı kəsmək istəyirsən, mən sənə bunu etməyə kömək edəcəm. Amma dəyişikliyin xaotik olmasına və ya bizi daha az təhlükəsiz etməsinə ehtiyac yoxdur. Amma bizim nüvə silahlarımızı qorumaq, təyyarələrimizin qəzaya uğramalarının qarşısını almaq və xərçəngə çarə tapmaq üçün çalışan insanların düşüncəsiz şəkildə işdən çıxarılıb, 2 gün sonra isə geri götürülmələri, Amerikada hansı şirkət rəhbəri bunu etsə, dərhal qovulardı. Tramp ABŞ-ın cənub sərhədini qanunsuz olaraq keçən miqrantların sayının azalmasında öz rolunu vurğulayıb. Media və bizim Demokratlar Partiyasındakı dostlarımız deyirdilər ki, bizim sərhədi mühafizə etmək üçün yeni qanun layihəyə ehtiyacımız var. Amma belə çıxdı ki, bizə sadəcə olaraq yeni prezident lazım idi. Birinci leydi Melania Trampın yanında həyat təcrübələri onun həyat yoldaşının gündəliyini gücləndirən qonaqlar oturub. Onlar arasında qadınların idman növlərində transgender idmançıların iştirakına qarşı olan fəal, habelə sənədsiz immiqrant tərəfindən öldürülən bir qadının ailəsi olub. Tramp Panama kanalını geri almaq və Qrenlandiya nəzarəti ələ keçirməklə bağlı çağırışlarını təkrarlayıb, amma Fələstinliləri Qəzzadan çıxarmaqla bağlı tələbini dilə gətirməyib. O, 1 saat 40 dəqiqə boyunca danışıb ki, bu da prezidentlərin Konqres qarşısında etdikləri çıxışlar arasında ən uzunudur.